Fevralın 19-da Ramazan ayı başlayır. Bu ay İslamın ən müqəddəs aylarındandır. Oruç sadəcə aclıq və susuzluq deyil, həm də səbri, mərhəməti və ibadəti gücləndirir. Ramazan ayı həmçinin paylaşma və yardımlaşma ayıdır. İnsanlar ehtiyacı olanlara yardım edir, zəkat və sədəqə verir. Ramazan boyunca namazlar daha çox diqqətlə qılınır, Quran oxunur. Ay sona çatdıqda isə Ramazan bayramı qeyd olunur. Yəni bu gecə niyyət gecəsidir. Oruç tutanlar bu gecədən artıq niyyət eləyib, sabahdan Ramazan ayının orucunu tutmalıdırlar. Bu Ramazan ayının gəlişi münasibətindən ölkəmizdə yaşayan müsəlmanları və bütün dünyada yaşayan müsəlmanları səmimi qəlbdən təbrik edirəm. Allahdan istəyirəm ki, Allah tutduğumuz oruçları, elədiyimiz ibadətləri və bu ayda elədiyimiz xeyir işləri öz dərgahında ali dərəcədə qəbul eləsin. Bayram da ayın görünməyi ilə əlaqəli olduğuna görə mart ayının 20-si, 21-i ərəfələri deyirlər ki, Ramazan bayramının olmaq ehtimalı var. Çox bir gözəl günlərdir. Müsəlmanlara xüsusən o kəslərə ki, oruç tutacaqlar, o kəslər ki, zəngindirlər, imkanları var. Bu ayda çalışaq fəqir insanları unutmayaq. Valideynlərimizi unutmayaq, körpələrimizi unutmayaq. Bu ayda sədəqə verməyin çox savabı var. Peyğəmbər buyurur, fəqirlərə yetişin. Çalışaq iftar süfrələrimiz çox bərli bəzəkli olmasın. Sadə bir iftar süfrələri olsun. Çünki məqsəd bu ayda yeyib içmək deyil. Məqsəd bu ayda mənəvi bir ab-havanı yaşamaqdır.